Salam aleyküm və barakatuh. Qadınlar namaz qılarkən corab geyinməlidirmi? Peyğəmbər sallallahu əleyhi və səlləm xanımları, qızları geyinərdimi? O zaman corab var idimi? Bu barədə bir məlumat yoxdur. Ümumiyyətlə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin zövcələri, həmçinin dövründə yaşayan sahabə qadınlar, onların hədislərə əsasən biz görürük ki, onların paltarları çox uzun idi. Hətta yəni yerə dəyəndən bir qarış da artıq sürünürdü. Çünki bir hədisdə sahabə qadın soruşur ki, ya Rasulullah, bizim geyimimiz yerə sürünür və orada ola bilər, nəcasət ola bilər. Peyğəmbər sallallahu deyir ki, nəcasətdən sonraki torpaq onu təmizləyir. Bu da göstərir ki, onların paltarı çox uzun olardı. Corab geyinib geyinməmələ barədə bir məlumat, yəni hədisdə yoxdur. Sadəcə demək, hər bir halda geyinməsi daha yaxşıdır. Çünki bəzi alimlər corabsız namazın düzgün olmadığını deyirlər. Düzdür, doğru rəy budur ki, yəni olar, amma yenə də geyinməsi daha yaxşı olar.